Ay Rinat. Niye küsmüsən? Bizim yoktu. Hamının yolka oyuncağı var ama bizim yoktu. Niye yoktu bəs? Atan niye almayıb sənə yolka oyuncağı? Yaxşı, indi mən hoksu poksu eləsəm, sənə oyuncaqlar versəm, çoxlu. Neyini yersən? Şimdi Şevinərsən? Yaxşı. Qoy fokus pokus çubuğumu götürüm gəlirəm. Hoksu poksu gəlsin sürpriz kutusu. Vay, bu da bizim sürpriz kutumuz. Aa, bu nədir belə? Bu nə geyimdir? Bu nə sürpriz kutusudur belə? Sən nə yaraşıqlı şaxta baba oldun. İndi sənə gətirdiyimiz yeni sürprizləri ilə tanış olmaq vaxtıdır. Hardan başlayırıq? Bəli, Rinat müəllim, keçək ilk hədiyyəmizə. Bu bizim fanarımız. İçində də şaxta baba var. Qəşəng səliqə ilə qoy, şaxta baba da bizə baxır. Belə bir sürprizim var. Onun işığın yandır. yanmır aslında. Yanır atam. Hə, nəysə yanmadı, sonra baxarıq buna. Bunu da buradan qoyuruq. Sonra görək nəyimiz var. Bu var. Onu da qoy. Sonra bir dənə də fanarımız var. Daha bir fanarımız var. Sevinmirsən hədiyyələrinə? Bəs niyə danışmırsan? Sonra bir də belə bir fanarımız var. Qəşəngdir. Keçək kiçik boylu yolkalara. 2 dənə. 3 dənə. 4 dənə. Bəli. Belə bir şaxta babamız var. Sonra belə şaxta babamız var. Qəşəngdilər. Bunları yan-yana qoy, söhbət eləsinlər. Qəşəng. Sonra belə bir şaxta baba var.